Ay Abdullah. Ay başa düşürəm bal. Yaxşı, nətər? Bal, mən çatmır sənin bu hərəkətlərin bala. Yaxşı, davay. Nətərsiz dostlar, nə var, nə yox. Mənim keyfim yoxdur bu günləri nəsə, qanım qaradır. Nəvəmlə danışıram, Abdullah ilə. Bu uşaq imtahan verib, standart normalda iyunda olur. İndi bu xarici imtahan var, sürətli. Biraz bilməm nədir o, nə ixtisasdır, təzə çıxıb, nədir, heç başım çıxmır. Kompüter nəzərlə bağlı da nəticə də, müasir sistemdir. Məruzum da savadsız deyiləm. Mən sadəcə olaraq bilməm nədir də o, bilməm, başım çıxmır. Qəbul olub. Biri var qəbul olmaya, dərd yarıdır. Bu qəbul olub. Hara? Polşaya, Varşava, Leipzig, Poznan, həm də orada haradasa bir universitetdir. Özü ayani pulsuz. Pulu da döyə, stipendiya alacaq. Qalmağa da yerdə verirlər. Uşaq zəng gelib mənə deyir ki, baba mən getmək istəmirəm. Bizim vaxtımızda mən inanın ki, o uçmaq deyirlər, uçmaq istəyirdim mən girəndə universitetə. Mən Yegorovun tələbəsi olmuşum. Yegorovu görəndə mən elə sevindim. Dədəmi çox da görəndə sevinmirdim. Ölkədən çıxırsan, xaricə gedirsən, yeni mühit, görsən təzə insanlar. Hər şey yenidir. Hər şey yeni olanda insan özü də yenilənir. Telefonu verirsənə format, yenilənmə. Refresh deyirlər, ona refresh. Deyirəm, bala, sən niyə getməsin? Nə görə getmək istəmirsən? Nədir dərdin? Biz oğlan uşaqsan. Sən canı, bu alternativ cavabdırmı? Yəni, buna demə qayıdıb deyir ki, mən oranı bəyənmirəm. Deyim, nəyə görə? Why? Paçamı? Nədən oğlum? Niyə sevmirsən oranı? Deyir ki, onların təfəkkürü ilə mənim təfəkkürüm eyni gəlmir. Deyim, nətər yəni? Deyir, baba, da indi pərdəni aradan götürmədim, hələ götürək. İstəmdim, istə. Dedim, de. Tutdum yaxasından, demək, de, küçük. De görək, nədir dərdin? Burada demirəm, burada başqa söhbətdir. Bunun hələ prodaljeniyasıdır, tabii kanti davamıdır. Orada demişəm, görəm yenə nəsə müzüqlənir. Bir də belə də. Deyir ki, indi mən orada bir qız görsəm. Deyim, indi onları bilmirsən, yapışdı məndən əkəymədi. Deyim, nətər olacaq? Nətər olacaq? Deyim, ay bala, hər şey siz gördüyünüz kimi deyil, Hamiyə deyirlər ki, televizorda, ora getsən, elə cəhamat səni tutur, elə şey yoxdur. Hər şey gördüyünüz kimi deyil, bala. O televizorda sizin izlədiyiniz bədii filmlərdir, nə bilim, o multifilmlərdir, sonra görürsünüz, ondan bundan eşitirsiniz, bana o belə deyir, elə deyil. Gözünlə gör, şahid ol, sonra danış. Dedim, bala, sən Polşada olmuşsan? Dedi, yoxdum, ay sağ ol. Avropada münasibətlər tam başqa cürdür. Fransada mən bir dostum getmişdi. Tələbə vaxtı mənlə oxuyub, buradan getmişdi o da. Sabohi, Şamaxılı, yaxşı oğlan idi. Qəşəng səsi də var. Sədai oxuyurdu dərsdə. Bir dəfə çıxartmışdı müəllim onu, amma yaxşı uşaq. Riyaziyyata səhv gəlmişdi. Onun yeri də orada prokladmı. Səsi əla idi. Getdi Fransaya. 90 neçə idi. Sərhəddən açılanda. Cavan oğlandana 26-27 yaşlarında, 28. Dedi, başına dönüm, mən elə bildim ki, bu da sən nədir? Tay belə cənnətə düşmüsən. Yox, İnsanlar içərdən sən istəmirsən, sən ona çıxardıb 100 minlə versin, deyəcək, saxla, git işinlə məşğul ol. Hamı bir məsafə saxlayır. Nətərdir əvvəllər? 50-ci illərdə gördüm, gözəl xanımdır, məsəl içində, indi demirəm, sataşmaq, söz atmaq, yox, cəmaatın anası başçısı var. Amma nəsə istəyirdin də, indi cavan oğlansan, özünü göstərmək istəsən də, böyle çəkilin belə qalxan baxdı saçların. Başlayırdın ki, sudan gələn sürməli qız səy bir xalqmanızı oxuyurdun, nəsə bir səy fasonda yəni, gözəl xalq, səy kimi oxuyurdun belə. Gördün ki, eşdi kimsə heç baxdı, baxmadı, qulaq. Amma sən yeni bir gözəl mahnı oxudun. Bir 60-70-ci illərdə bir başqa cürüdür. Gərdin, deyirdin ki, ey gözəl pəri, şeirdir, sən dostum onu eşdirirsən. 80-ci illərdə bir başqa cürüdür. Gərdin ki, xanım olar bir dəqiqə, buyurun, kitabxanada. Başqa yox, Qələminizi olar, 9 dənə qələm var cibindən, bir də dalından çıxır. Yəni, münasibət yaratmaq istəyirsən, amma mədəniyyətlə, kitabxanada, elm təhsil ocağında. Amma indi başqa cürdür. Mən qız görmüşəm ki, oğlanı didib dalana ki, sən məni almasan sənə soxaram, Instagramda ona da ama yazdın. Hani şalvarını çıxardar ama ayaqqabısının zadını öpüzdür. Bu nə də? Bu nə bullying deyirlər də ona. Bu nə agressiyadır. Məktəbdə uşaqlar bir-birinə sındırırlar. Gəbrəz, başın qırxır yumurta ilə sifətinə yazıb nə Uruguayın paytaxtı Montevideo'dur. Nə belə səhsə şeylərdə birinin dabanından asırlar, birinin ayaqqabısını öpüzdür. Bu nə də? Bu hara gedib çıxır bu cəmiyyət?
Bu nədir belə? Oğlana görə qızlar söhbətə gedir. Əvvəl qıza görə oğlanlar söhbət edirdi, bunu başa düşdü. Cavanlıqdır, cahallıqdır, qan qaynayır, testosteron, gəbərədən mane deyil. Qlandası çıxırdı, qayıdırdı, onu bildik. Kişi indi bir Allah Taala bizi biraz belə erkək yaradıb da, o genetikadan gələn, xromosomdan gələn bir şeydir. Sənin naturandır bu, təbiətindir. Qız gəlir oğlana deyir ki, gəbərir, qız çağırırsa, ben mənim oğlanıma deyib də, saçından tutub sürüyərəm, sürüyür qızı, elə bir çatana qoşarsan, xış gedər, bax elə. Dəyişib çox şeylər, dəyərlər də dəyişib. Amma o demək deyil ki, Polşada belədir. Nəvəmlə mən dedim, o dedi, dədəsi dedi, bir şapalaq, anası xeyr yox deyir, getmirəm ki, getmirəm. İndi bu uşağı ya mən ora zorla aparacam, boxduracam. Ya da getməsə, onun yerinə özüm gedib oxuyacam. Güləşsiz, sən yaşlı adamsın, sən orada nə işin var? Yox, oxumaq heç vaxt gec deyil. Heç vaxt. Bilirsən, mənə gəlir ki, hər şey dövrlə bağlıdır. Bayaq 50-ci illərə bir xəyali ekskursiya elədik də bir güncür. İndiki dövrdə belə Allaha aşıq etməsin, belə insanlarda qəribə bir şey yaranır. O vaxtın narkomanı da tərbiyəliydi. Düzü narkoman adı da onda, İraq indikilərdən. Uzağı bir nəşədən çəkərdi, üzr istəyirəm, bir qaradan tiryətdən atardı, nə bilim də, indi belə. Onda bir əxlaq mədəniyyət var. İndiki normal tərbiyəli insanlarda bir narkomanlıq var. Danışığında, manerasında, fikrində, ötürdüyü bir şeydə. Baxırsan ki, bu nəsə belə həlləm söhbətdir, belə nəsə içində belə bir qaynayır. Fikir vermişsiniz, bax, indi fiska oynadıram bayaqdan. Bu kibriti görürsünüzmü? Əsəbləşirəm, bir siqara çəkmək istəyirəm, efirdə qoymur da. Kibrit var ha. Bunu zavodda ziv ağac doğurur da bunu. Həmişə paralellər. Elə bir kibrit yox ki, durub orusun üzünə baxsın. Nə var, nə yox. Yəni, hamısı belədir də. İndi kim çıxacaq? Bunu çıxartdılar, yandırdılar, tullarlar. Düzdürmü? Kibrit də belə düzdür. Amma insanlar bir-birinin üzünə çox rahat dururlar. Eyni ailədən çıxıblar, qardaşın üzünə durur. 40 manata görə patsud getdi, yeddi. Bu eləyib. Yox, bir ana, bir ata nağarsan. Repressiya dövründə mən ümumiyyətlə çox sevirəm. Mənim dostum var idi. O Azərnəşrin böyüyün oğlu ilə dost idim mən. Oğlun nəvəsi ilə. Onun babası da var, Gülənanıb. Əhməd Triniç. Gülələnməyib, sadəcə özünü intihar edib də. Allah rəhmət eləsin. Çox qeyrətli kişilər olur bu vaxt. Repressiya dövründə ilahi nə qədər oğlanlar, qızlar getdi. Nə qədər dəyərli şəxsiyyətlər getdi. Mən hərdən özümə oturub sual verirəm ki, bəlkə də bu indiki sosiumda, bu cəmiyyətdə, bu ölkədə, bu bəzi yerlərdə boşluqlar var ha. Mənə elə gəlir ki, onun elə səbəbkarı elə mənə elə gəlir repressiyadır. Bunu təzə söz deyil, bunu hamı deyil. Amma mənə elə gəlir ki, birbaşa odur. Çünki fikir versəniz o belə şəbəkə şəklində bir atak olur, belə. Neuroset var, belə beyinlər gəl, belə hərəkətə girir, belə. Şua şəklində belə bir hücum edirlər ha. Kompüterlə bir buraxırsan, bir virusa dağıdırsan, amma düşünülmüş şəkildə, düşünülmüş koordinatlarla, istiqamətlərlə. Elə bir ki, o vaxtı bu elə bir qurulmuşdu ki, bax bu kimya sayəsi, buranı dağıdaq. Fizika, teatr, tarix, ədəbiyyat, musiqi, tank, hamısını dənlədilər. Elə bir ki, elə bir din, dini nətər tapdaladılar, vay. Mir Məhəmməd Kərim ağa kimi şəxsiyyət apardılar ki, ilk qazi, ilk axund, Quran ilk tərcüməçisi, 83 yaşında kişini güllələdilər ki, bu nə deməkdir? İnsanlarla birlikdə Allaha apardılar kişi bunlar. İnsanlarla paralel bunlar şəriəti götürüb apardılar. İnsanlarla paralel inama apardılar, ağsaqqala dəyər apardılar, münasibəti, çox şeylər götürüb apardılar. Məncə bu hesablanmış bir atak aydı üçün, gəldi boşluğa baxsan ki, gəl oturaq baxaq, nə çatmır? Musiqidə nə çatmır? Yaxşı ifaçılarımız var, gözəl. Baxsan ki, bal qaymaq oxuyurum, canı canan, əla səsi var, gözəl ifaçıdır. Amma nəsə çatmır. Görsən ki, rəssamdır, çəkib, yaradıb, qoyub muzeyə, baxırsan ki, apar bunu Luvra qoy. Özüm əlim qoy Luvra. Baxırsan ki, tarixçidir, gözəl araşdırmaları var, tarix elmləri doktordur, Allah belə akademiyanın muxbir izbi də Çilenkordur, həqiq gözəl işlər görüb, araşdırırsan 17-ci əsrdə tutaq ki, filan yaşayır və yaxud da Səfəvi imperiyasında filan şeylər, hücumun, nə bilim, tutaq ki, eramızdan əvvəl 3-cü əsrdə qədim Yunansında bilmiş nəsə vardı, araşdırır. Həmən nəsə çatmır. Və yaxud da orta əsr Azərbaycan ədəbiyyatının leksikasında filan şeylər, toponimlər, nəsə də atıram deyilmiş yazır. Kişinin oğlu işləyib. Dəhnamənin, məsəl üçün, morfologiyası. Atıram, nə məsəl üçün. Nəsə çatmır. Mənə gəl bax, çatmayan repressiyadır. Çünki üzə durmalar oradan başladı. Nətər ki, bu spişka adamın üzünə durmur.
Hamısı belədir də. İşte bıçaq kimi yanarlar belə. Normal kimi. O vaxt belə yanardılar. Spişkanın da imkanı olsaydı 37-ci ildə açsaydın belə yanardı. Nətənsən? Mən səni tanıyıram bax belə. Bax üzə durmalar. O üzə duranlar indi də var. Söhbət hansısa insanı tutturmaqdan getmir. Yox. Evdə görürsən qardaşın üzünə durur. Mamma elədi. 14 yaşın var, sən körpə deyirsən, deyəsən uşaq da anlamaz ki, bu elədi. Balacadır öz canının qorxusundan döyülmək, söyülmək, qaşıqla dağlanmaq. Mən də dağınıqları belimdə var. Göstərəmirəm ay. Körpəlikdən qalır. Məhkəmədə üzə durur. Küçədə deyir ki, qonşu. Olmuyor orada. Sənin marağın nədir? Onun da üzünə durur. Və yaxud da söz demirsən ki, qardaş, bu ruşkanı sabah saat 4-də mənə qaytar. 100% gəlmir. Deyim qardaş burada. Nə vaxt dedin, nə? Adam üzünə durur. Və yaxud da deyirsən ki, zəhmət olmasa bu diski apar çatdır falan televiziya uşaqlara material çatmalıdır. Çünki bu musiqi orada getməlidir saat 7-də. Deyərəm. Dəqiq. Verim Vahid kilə. Yox, özüm. Verirəm çatdıralım. 2 günlük yoxdur qardaş. Qardaş sən nə demişdin? Nə vaxt dedin? Dedim. Biz hər yerdə üzə dura bilirik. Hər zaman özümüzü təmizə çıxarda bilirik. Hər bir pozisiyada, məqamda biz düzük. Bu qədər olmadı. Və qəşəng bir şey də var ki, deyir, şahidlik eləyərsən, oğlanlar var ki, şahidlik eləyər ki, mən orada olmuşam. Əslində Allah Taala onu icazə verir. Deyir filan kəsi görüblər, şahidi var. 4 şahid olmalıdır qardaş. O da 4'ü də haqqı deyən olmalı. Amma çox təəssüf ki, təəssüf deməzdim ona. O 4 şahid 4'ü də dayanmır. Bilsən niyə? Çünki öz abrına, həyasına utanıb deyir ki, 4'ü də eyni şey necə baxa bilər? Filan kəsi vurub. 4'ü onu görmək istəmir. Deyir mən görmədim onu. Abrına qısınıb demir. Amma indi deyir ki, filan kəsi görüblər, alqaşdır. Görməyib ha, haqqa girirlər. İnsanın haqqına girmək ən böyük günahdır. Biri mənə qaydı ki, qəhrəman kişi, sən yolunu azıbsan. Deyirəm, nə mənədə? Belə heç kökəlmir sana, 63, 64. Nətər görmüşəm elədi. Dedim, ay şərəfsiz. Bax, ağzında deyirsən ki, nətər görmüşəm elədi. Deməli, mən həmişə belə olmuşam. Özə qaldı ki, özü analoji olaraq öz dediyini danır. Yəni, dəyişməmə nə demək istəyirsənsə? Axı, sən mənim haqqıma gedirsən. Biri var 2 nəfər olasan, bütün hamı edirsən ki, qəhrəman nəsə o döy, arıqdır. Məsəl üçün, filan kəsin qızın gecə 3-də görüblər. Harda? Küçə ilə gedirdi. Hardan gəlirdi? Saat 3-də gecəni, sən bilirsən hardan gəlir. Bayaq dediyim kimi 4 şahid. Bəli, insan peyğəmbər deyir, istəğfurullah. İnsan bəndədir, insan içində nə qədər mənfi şey var. Sən bilirsən mi hardan gəlir? Bilmirsən. Bəs niyə deyirsən? Bunun patologunu Malena kinosu, Tornatoro çəkib də. Monika Bellucci patologunu çəkib. Biz Malenanı yetişdirən cəmiyyətik. Malenanı doğub öldürən cəmiyyətik. Başa düşürsən? İnsan haqqını. Dünyanı deyənlərə bu ölkədə, Azərbaycanda çətin bir adam ola ki, onun haqqına kimsə girməsin. Nə mənada? Haqqa girmək demək deyil, sənin girib pulunu alsınlar. Yox, söhbət o deyil. Ola bilməz ki, sənin ruşkan burada olub, onu götür bura qoymasınlar. Qardaş, qoy qalıb buradadan, bunu niyə bura qoyursan? Sənədi gətirib qoyursan bura, sabah görsən ki, sənədi çevirib qoyurlar belə. Qardaş, mən bunu belə qoymuşdum. Ola bilməz ki, sən bu yolla gedəsən, bu ırizlə, bu cığırla gedəsən, sənin yolunu banana çevirməsinə, səndən xəbərsiz. Qardaş, mən gedirəm, görürəm, daldala gedirəm. Qardaş, mən belə gedirəm, nağı. Mən 8 il belə getmişim, daldala gedirəm. Ya mən girişi dəyişmişəm, ya mənim başım dalaşdı, nə baş verib? Yer öz oxuna fırlanıb, ekvator dəyişir. Yox, sənin haqqına giriblər. Haqqınla paralel yoluna da giriblər. Beyninə də giriblər, hər şeyinə giriblər. Bax, haqqa girmək çox pis bir şeydir. Mən inanmıram ki, İspaniyada, Kataloniyada kimsə kimis haqqına bilsin. Bəli, orada da acılaflıq var, mundarlıq var. Nə bilim, kimsə kimiz allada bilər, adamı doğruya da bilərlər, öldürər, hər şey var. Dünyada hər yerdə mundar xüsusiyyətli insanlar paşka ilə deyib, vedrə ilə deyib, milyonla, milyarda yaxın, çox. Həmə bizim özümüzə məxsus belə, onu adam araşdıranda adam interesli bir lazzat alır, kayf alırsan ki, bu nətər ancaq bizə məxsusdur. Bir dənə bizdədir elə bir. Bu nətər sən bunu? Sağ deməmiş, sən kurtkanı geyinir verir, məndədir. Amma kurtkam deyir, bu gödəkçindir, dəyib götürdüm. Niyə geyinib mənə deyirsən sonra geyinəndən sonra? Bu mənim nağı. Bəlkə mən sənə deyəcəm ki, ay İsmail, ay Saboyu, ay Vaqif, onu geyinmə. Qoy cibindən darağı çıxardım, sonra geyin, daraq batar bir yerinə. Sən geyinəndən sonra desən ki, bu nəsə batdı, elə bilmək, batmalıdır da, o sana girməlidir, çünki o mənimdir. Götürüb mənim şalvarımı satanda bəsən, bilmirdi ki, bu mənim şalvarımdır. Çünki bunların hamısı
uşaqlıqdan gəlir. Evdə görsə qazan qoyublar, toyuğu qaynadıblar, pişiriblər, bölüblər. Dədə, ana, oğul, qız. Oy, götürür belə, mən başa düşürəm onu. Mən də onu girişmişəm. Yekəni qoyur oğlun qabağına, biraz yekəsini qızın, lap belə dədənin qabağına bir damcı. Başa düşürəm, qoy uşaq yesin. Və uşağın qabağına bunu qoyanda, uşaq qabağına sonra bunu istəyir. Və uşaq dədə ana önündə deyir ki, ev mənimdir. Bura mənim anası bu boydana düşür. Çünki bu boydan ilə böyütürsən. Ona görə bunu əksinə də eləmək lazımdır. Hər şeydə bir paralellik olmalıdır, bərabərçilik prinsip olmalıdır. Yəni sən elə böyütməlisən ki onu, sabah gəlib dili bu boydana uzanmasın toyuğun budur ki. İstəkləri də böyük olmasın, ədalətli böyüməlidir. Yoxsa sabah gün sənin üçün bomba kimi partlayacaq. Deyəcək ki, bu nə? Çünki o budla böyüyür. Bomba demişkən 45-ci ildə avqustun 6-sında Xirasimaya 9-un Nagasaki'yə atdılar bombanı. Mənə gəlir ki, bombanı bizə atıblar oraya. Orada sağ qalanlara Hibakushi deyirlər. Deyirlər, bu nətər çıxdı, bu? Mümkün deyil. Nə qədər onkoloji xəstəliklər, xroniki xəstəliklər, uşaqlar, belə evlər yandı. Amma mənə elə gəlir ki, Yaponlara atılmıyor. Gedək bu dəqiqə Yaponiyaya baxaq, görək həmin ərazidə insanlar nətərdir. İnandırım səni bizdən ağıllı olar. Mənə elə gəlir ki, ora yox, bura düşür. İkinci Dünya müharibəsinin sonu burada olur. Bura atıblar onu. Bu bombanı nətər atıblarsa, nəyin altında atıblar mən bilmirəm. Hələ də beyində problemlər qalır. Və götürüb insanları ümumi bir dənə belə yığasan siyahıyla Azərbaycan gəbəri. Gəl sağ baxım, ümumi röntgen aparatı ola, hər şey orada göstərəsən. Nə ağıl, beyin, nə mənəviyyat, fikir, nə təsir. Check-up eləyəsən, hamısını bir-bir. İçində mən də gedirəm, problem deyil. Bilirsən nə problemlər çıxar? O check-up hərdən zək gəlir, sizə də gəlir. Nəsiməz gəlir. Salam, necəsiz? Ümumi check-up, ay nə üstünü qızım? Ümumi check-up, nəyi, hər yeri? Nə qədər? 29 manata. Ay, tüpürüm o bədənə ki, onu ümumi 29 manata check-up edirlər, hər şey. Daxili orqana, dırnağa kimi, ayaqqabı razverinə kimi. Sən nətər mənə ümumi check-up edirsən? Bəli, insanlar var ki, onun nəslini check-up eləsən 3 manata dəyməz. Var yoxu 5 manatdır kreditlə. Amma oğlan var ki, onun bir tükü 80 min insanın həyatına dəyər. Bax, onu check-up eləmək lazım. Kredit demişkən, kombi evində super kreditlərlə bizim əla məhsullarımız var, qardaşcan. Bax, bir radiatorlar var, rəng-bərəng, qırmızı, sarı, yaşıl, göy, raduqa kimi, belə rəng-bərəng, göl quruşağı, buradan girirsən, işığı vurursan, hepsi parıldayır, amma istilik də verir. Kombi o yandan, Milanqaz, uy, bilsən nədir? Qızdırı nətər lazımdır, 24-dür, 28-dir, 32-dir, lap böyüklər də var. Ağıllı, telefonu vurursan, civ, idarə edir, qırğın, qardaş, qırğın, super. Ümumiyyətlə, çox məhsullar var, isti döşəmə üçün, qəşəng su boruları var, isti, canım sadəsin, vintillər, nə bilim, kollektorlar. Ümumiyyətlə, bununla bağlı nə varsa, kombi sisteminə var, su filtrləri var, turkuaz, oy, filtrlər deyir, məsələn, qırğın, turkuaz dəhşət. Mən birini aldım, qoydum evə, düz almadım, amma pulsuz verdim, bəncə sırtıq şeyimdə. Çox gözəldir. Ümumiyyətlə, çalışın suyu təmiz için. Çünki su saf olanda, təmiz olanda çox başqa cür dad verir. Biz uşaq olanda bulaqdan su içirdik. Yadımdadır, 76-cı ildə biz Şuşaya gedmişdik, uşaq idim onda. Düz 50 il bundan əvvəl. İsa bulağında bir qrafinka su içdim mən. Vay, dişimə dəyərdi də. Yay vaxtı isti, ciyar odlanır. İçdim, o qədər mənə ləzzət elədi. Heç vaxt onun dadı mənim yadımdan çıxmaz. Çox təmiz idi. Qarabağ ən torpağı, havası, suyu, insanları, hər şey təmiz idi. Mənə gəlir ki, hərdən Qarabağı bilsən niyə görə biz azad elədik? Söz yox ki, bizim Ali Başkomandan əmr verədi, əskərlərimiz orada iş gördülər öz yerində. Təbii ki, şəhidlər verdiyi o qədər. O qədər bizim qazilərimiz var. Onların hesabına biz bunu aldıq. Təbii ki, bu çıvır-içidir. Həm bə, bir 62-63 yaşlı adam üçün mənə gəlir ki, biz ona görə o torpaqları aldıq ki, Qarabağ aldıq ki. Mən 76-cı ilə uşaqdım o suyu içəndə. Oranın suyu da təmizdir, torpağı da təmizdir, qızıldır, havası da təmizdir, insanlar da təmizdir. Təmiz yer, təmiz insanlar, mənəviyyat təmiz olanda, hər şey təmiz olanda onu əldə eləmək çox rahat olur. Yetər ki, bax, yumruq kimi bir olaq, hamımız bərabər olaq, hamımız bir şeyə xidmət eləyək. Bax, onda biz ora gedəndə o tərəfə, bizdən soruşanda ki, nə var, nə yox, biz rahat olacağıq. Biz heç qəti narahat olmayacağıq. Bir də bu skandalında yazılıb ki, narkotika yox deyək. Bunu bıraxanlar sağ olsun.
özünüzdən müğayət olun.